Salam. Mən bugün Ayşə xanımla bir yerdə bir şeir haqqında söhbət edəcəyik. Şeirin adı Xəbərləşmədir. Ləman Həsənli yazıbdır. 2-ci sinif üçün yazılan şeirdir. Burada sənin bu xoşuma gəlməyən şeirin hissəsi hansıdır? İkinci hissəsidir. İkinci hissəsidir. O ikinci hissəsində nə deyir? Poç quruldu məktubların dəstə-dəstə. Paştalyonlar daşıdılar dostdan dosta. Yəni burada sən başa düşməyən nədir? Paştalyondur, elə mi? Paştalyon nə olan şeydir? Yox, paştalyon aldığını bilirəm. Nə edir paştalyon? Paştalyon keçmişdə məktubları daşıyıcı insanların özünə daşıyan şəxsdir. Daşıyan şəxsdir. İndiki dövrdə paştalyona ehtiyac varmı? Var mı? Xeyr. Yoxdur. Ona görə bu şeir belə maraqlı deyil də, elə deyilmi? Yəni internet əsrində. Çünki mənə elə maraqlı gəlmir. Bu birinci hissəsi vardı. O hissəsi mənə maraqlı gəldi də. Nəyə görə maraqlı gəldi ki? Orada necə o vaxt məktublarını göndərdilər ki? Orada məktublar göndərir. Orada bu hissələri, axırıncı hissələri mənim çox xoşuma gəldi. Yəni, bunun da axırıncı hissələri, axırıncı 4 bəndi yaxşı, 2-3-cü bənd misraları yaxşı idi bunun da. Amma o başı bərbad idi demək olar. Bərbad idi. Bir yan başı bərbad idi. Hə. Yəni ki, bu şeir əslində şeir kimi yox, necə olsa yaxşı deyildi. Mətn kimi olsa yaxşı. Yəni benim mətn qurmaq daha məntiqli idi. Yəni mən buna mətn qura bilərəm. Oldu, yaxşı. Çox sağ olun. Bunları gələcəkdə inşallah kitab yazanlar nəzərə alarlar. Sağ olun. İnşallah. Həmən Həsənli bir baxsın.